Hər vaxtınız xeyirli olsun əziz xanımlarımız. Bu günləri sizlər üçün cənnət alması mürəbbəsi hazırlayacağam. Cənnət alması mürəbbəsini hazırlamaq üçün 1 kiloqram cənnət alması meyvəsinə 1 kiloqram şəkər tozu və 1 stakan su əlavə edirik. Zövqə görə istəyən də darçın çubuğu da əlavə edə bilər. Mən öncədən cənnət almalarımı yuyub, piçallarını kəsib, əldə rahat tuta bilmək üçün və altını təmizləyib bir burun pörtmüşəm. Pörtdükdən sonra ayrı bir qaba yığıb kənara qoyuram. Pörtdüyüm suda şərbət hazırlayıram. Darçın çubuğumu da əlavə edirəm. Gördüyünüz kimi qaynadıram. Qaynayandan sonra cənnət almalarımı əlavə edib 15-20 dəqiqə belə qaynadıram. Qaynatdıqdan sonra isə altını söndürüb 6-7 saat gözlədirəm, dağılmaması üçün. Əziz xanımlarımız, bir gün saxladıqdan sonra cənnət alması mürəbbəmiz hazırdır. Qənd bağlamaması üçün 2 kiloqrama yarım ədəd limon əlavə edə bilərsiniz. Köpüyünü yığmaq üçün də bu şəkildə silkələyərək köpüyünü ortaya yığıb sonra da yığa bilərsiniz. Baxdığınız üçün təşəkkürlərimi bildirirəm.